Şəhər həyatının ayrılmaz hissəsinə çevrilən kombi aparatları həm qış aylarında istilik təmin edir, həm də il boyu ev sakinlərini isti su ilə təmin edir. Lakin bu cihazların quraşdırılması və istismarı düzgün olmadıqda ciddi təhlükələrə səbəb ola bilər. Bir neçə gün əvvəl Nizami rayonunda baş verən yanğın bunun bariz nümunəsidir. Hadisə şahidlərinin iddiasına görə yanğının səbəbi kombi aparatının partlaması olub. Bu, təhlükəsizlik tədbirlərinə əməl olunmadıqda nə qədər ciddi fəsadların yarana biləcəyini bir daha xatırladır. Hazırda paytaxtın bir çox yaşayış binalarında kombi aparatları məhz evin içərisində quraşdırılır. Bəs bu nə dərəcədə doğrudur? Bu cihazlar təhlükəsizlik baxımından harda yerləşdirilməlidir? Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayevin sözlərinə görə, kombi aparatları xüsusi ventilyasiya sistemi olan və yanğın təhlükəsizliyi qaydalarına tam cavab verən yerlərdə quraşdırılmalıdır. Qaz cihazları quraşdırılarkən otağın eni, uzunluğu, havalandırmanın təşkili normalara cavab verməlidir. Qaz təhlükəsizliyi sahəsində baş verən bədbəxt hadisələrin böyük əksəriyyəti vanna otaqlarında qeydə alınır. Bunun da səbəbi ondan ibarətdir ki, vanna otaqlarında oksigen çatışmazlığı yaranır, vanna otaqlarında tüstü bacaları normal fəaliyyət göstərmir, təbii havalandırma mövcud deyil və bu qayda pozuntuları hər biri ayrı-ayrılıqda bədbəxt hadisələrin baş verməsinə zəmin yaradır. Mətbəx otaqlarında qaz cihazlarının quraşdırılmasına müəyyən səbəblər var. Mətbəx otağında təbii havalandırmanın mövcud olması səbəbindən qaynaqlanır. Orxan Musayev deyir ki, tələblərə görə vanna otaqlarından qaz cihazlarının köçürülməsi yalnız ixtisaslaşmış müəssisələrin mütəxəssisləri tərəfindən icra olunmaqla layihə üzərində dəyişiklik əsasında həyata keçirilməlidir. Qaz cihazlarının mətbəx və qeyri-yaşayış otaqlarına köçürülməsi tələb olunur. Yəni, yaşayış olan otaqlara və yaxud mənzillərin bloklarına qazla istismar olan cihazların yerləşdirilməsi qadağan olunur. Mənzillərə quraşdırılmış qaz cihazlarının, kombilərin quraşdırılan şirkət tərəfindən ildə bir dəfədən az olmayaraq texniki baxışı həyata keçirilməlidir. Texniki baxış əsnasında qaz sızmalarının mövcudluğu, kombinin işlək vəziyyətdə olub-olmaması, hər hansısa bir nasazlığın mövcud olması aşkarlana bilər. Ekspert bildirir ki, binalarda qaz detektorunun olması vacibdir. Çünki bu mənzilə qazın verilişini dayandırır və xoşagəlməz halların qarşısını almış olur. Amma müşahidələrə görə yeni binaların bəzilərində bu olsa da, köhnə tikililərdə yoxdur. İlhamə Kələyeva, Aydın Bayramov, Xəbər Ertəsi.